Deməli belə, hər kəsin axşamı xeyir olsun. Əslində birisi gün canlı efirdəyəm, bu barədə orada da danışa bilərdim. Sonra birisi gün ecən dedim ki, məndə qalmasın, bir dənə bu videonu çəkim. Deməli, Show News səhifəsində qabağıma çıxdı və gördüm. Çıxıb deyiblər ki, əslində mən o qız barəsində bura başqa fikirlə gəlmişdim, onun cavabını verəcəkdim. Sonra nə bilim Vasif Məhərrəmliyə zəng elədim. Vasif Məhərrəmli mənim dostumdur, əzizimdir, doğmamdır və onun bu söhbətə heç bir adiyyatı yoxdur. Mən demişəm ki, yaxşı sənətkar toy da idarə eləyə bilməlidir. Amma siz deyirsiniz ki, toyxanadan çıxmayan sənətkar sayılmır. Siz digərlərinə, hansı ki toya görə ancaq toy mahnıları ifa eləyən, səhnəni bərbad günə qoyan, şabaş əlində, pul əlində videolar çəkib paylaşan o insanlara təkan verirsiniz ki, bugün onlar və yaxud bir neçə ildən sonra onlar çıxıb özlərinə sənətkar desinlər. Niyə? Ne üçün? Mənim toyum səninkindən daha çoxdur. Yəni, ağla sığmır belə bir şey. Siz təsəvvür edin ki, mən 15 yaşımdan, 14 yaşımdan Vaqif Qərəzadənin yanındayım və 17-18 yaşımda biz gündüzlər gəlirdi, məşq elirdi. Axşamlar gedirdi, toy idarə elirdi və Vaqif Qərəzadənin təşkil elədiyi toylar konsert kimi keçirdi. Axşam toydan sonra studiyaya gedirdik. Saat 3-də 4-də evə gəlirdim. Səhər 8 tamamda yuxudan durub incəsənətə dərslərimə gedirdim. Yəni bu qədər insanın və mənim kimi bir neçə də belə həmkarlarım var. Yəni bu qədər əziyyət çəkən insanların sənətini vurursunuz yerə, amma deyirsiniz ki, toyxanadan çıxan sənətkar sayılır. Yəni toyxana məktəbi keçməyibsə, birincisi toyxana məktəb deyil, toya məktəb deməyək. Amma mən deyirəm ki, yaxşı sənətkar toyu da idarə elə bilməlidir. Amma digər janrlardan da mütləq şəkildə informasiyası olmalıdır. Siz bugün çıxıb deyirsiniz ki, estrada heç bilmirəm nə deməkdir, heç anlayışım da yoxdur. Mən bu barədə daha nə danışım, mövzunu niyə uzadım ki? Sənətkar olan kəs digər janrların da bir teoriyasını bilməlidir də. Çünki zövqlər müxtəlifdir. Yaxşı, qayıdıb deyirsiniz ki, biz Azərbaycanda yaşayırıq, ona görə ancaq muğam, ancaq milli mahnılar. Niyə? Müxtəlif zövqdə olan insanlar var. Rus dilində də səhizli mahnılar ifa eləyə bilməliyik. İngilis dilində də, digər janrlarda da caz olsun, popsa olsun və s. və ilaxır. Və həmçinin toy da idarə eləyə bilməliyik. Bax, onda bəli, sənətkar adı üstündədir. Əgər işin öhdəsindən gələ bilirsənsə. O ki, qaldı, deyirsiniz ki, Xan Şuşinski, Səkinə İsmailova, Axan Abdullayev o vaxt toylara gedib. Siz o vaxtın toyları ilə də indiki toyları bir tutmayın. O vaxt Nardaranda, Bakı kəndlərində, Bakının digər kəndlərində toylar elə keçirdi ki, insanlar bəli məktəb idi, insanlar dinləməyə gedirdi. Amma siz bugünkü toylarla o toyları bir tutursunuzsa və toyxana görməyən adam sənətkar ola bilməz deyirsinizsə, onda mən də deyirəm ki, digər